Dizdə topuda qığırdaq yeyilməsi əsasən çəkili adamlarda olur. Çünki o diz oynağı, o topuq oynağı, o çəki hesablanmır. İnsanın boyu məsələn 1.60, çəkisi 80-90-dırsa, o insan 60 yaşına çatsa mütləq onun ya dizində ya topuğunda problem əmələ gələcək. Niyə qolunda əmələ gəlmir, dizində, topuğunda əmələ gəlir? Çünki artıq insan yaşlaşdıqca həmin əzələ deyil. Həmin bağlar, həmin fasciyalar həmin deyil. Yəni artıq bunlar o çəkini götürə bilmir. Oynağın üstündə saxlayan nədir? Bağlar və əzələlərdir. Zəifləyir və buna görə də oynağı nə edir? Basır. Ortada hialin qığırda toxuması aradan qalxır, yox olur. Başlayır sümük yeməyə. Bizə məsələn belə gələndə xəstə biz nə edirik? 3 dənə diqqət edəcəyimiz şey var. Birincisi çəkidir. Birinci çəkini salırıq. İkincisi sümüyün keyfiyyətini bərkidirik. Yəni sümük daha sərt olmalıdır. Məsələn ən azı birinci D vitaminindən başlayır, kalsiumdan başlayır. Yəni təbii Və üçüncüsü əzələsini inkişaf elətdirmək üçün müəyyən təmrinlər deyirik. Amma bunun başında birinci yenə də gəlir nə çəki. Əgər bu insan çəkisini verməyib, onları eləyirsə faydası yoxdur. Var fayda, onlar adam fayda görər 15 gün, 20 gün, 1 ay, sonra yenə təzədən o problemə gələcək. Amma çəki verməklə paralel onları da eləyərsə, tam düzəlir. Məsələn, bugün deyirlər ki, əməliyyat eləyək, kök üzərə əkək. Mən deyərdim ki, kök üzərə heç ehtiyac yoxdur. İnsan iradəsinə tabi olub, mən dediklərimi eləyərsə, kök üzərə eləyəndən, məsələn, 1-2 ildən sonra təzədən bir də kök üzərə elətdirməlidir. Həm nailiyyəti bahadır, həm əməliyyatdır, baxma, narkoz verilir, filan, bunları yaşayır. Amma mən dediyimi eləmənin çəkisini salır, bu əzələsini bərkidir, sümüyünü bərkidir, ömrünün axırına qədər də rahat yaşayır. Bax, məsələn, mənim nənəm kənddən mən gətirirdim Bakıya. Dayılarım orada nə edirdi? Dizləri ağrıyırdı, ikisinə diz ağrıyırdı. Elə dizlər ağrıyan kimi gedirdi, dizlərin arasına hormonlar iynə vurdular. Getdim, gördüm, 20 dənə, 25 dənə vurublar, nənəmə iynə vurublar. Dedim, siz arvadı öldürmüşsünüz, belə şey olar. Deyib, mən neyim arvad? Gətirmişəm nənəmi, özüm gətirdim evə. Nənəmin səsi düşüb evə ki, mənim bu dəqiqə dizimi oynanı vurdur. Deyirəm ki, yox, vurmayacam. Bax, özüm düşdüm, belə deyərdim ki, üstünə. 2 aydan sonra arvadın ayaqlarında tamam ağrı kəsdi. Dediklərimin hamısını elədim. Tamam ağrı kəsdi, düzəldi. Ondan sonra göndərdim kəndə. Ölənə qədər də onun diz ağrımadı. Belə eləyə istəsən adam eləyir.